Artımların daha yüksək olması üçün videonu bəyənin, kanala abunə olun ki, siz də yeniliklərdən vaxtında xəbərdar olasınız. Videonu sona qədər izləyin, çünki dəqiq artım rəqəmləri videonun sonunda açıqlanır. 2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əmək haqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir. Bizim media xəbər verir ki, mövzu ilə bağlı Nocoment az açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadi ekspert Akif Nəsirinin sözlərinə görə, 2026-cı il üçün pensiyalarda orta aylıq əmək haqqının artımına uyğun olaraq təxminən 9,2 indeksləşdirmə və artım proqnozlaşdırılır. Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq. Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əmək haqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9,1 artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir. Ekspertin fikrincə, 2026-cı il üçün sosial sahədə həm pensiyalar, həm də müavinət və nağd yardımlar üzrə xərclərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir və bu addımlar vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir. Mənim fikrimcə, pensiyaların orta aylıq əmək haqqına uyğun indeksləşdirilməsi müsbət addımdır. Lakin real gəlirlərin qorunması üçün bu artımlar inflyasiya tempini tam şəkildə üstələməlidir. Əks halda, nominal artım olsa belə, vətəndaşların gündəlik yaşayış səviyyəsində ciddi yaxşılaşma hiss olunmaya bilər. Xüsusilə sosial müavinətlərin avtomatik indeksləşmə mexanizminin olmaması sosial ədalət baxımından boşluq yaradır. Düşünürəm ki, gələcəkdə yalnız pensiyalar deyil, bütün sosial ödənişlər vahid və şəffaf indeksləşmə mexanizmi ilə tənzimlənməlidir ki, sosial müdafiə sistemi daha dayanıqlı və ədalətli olsun. Mən hesab edirəm ki, sosial ödənişlərin artırılması təkcə faiz göstəriciləri ilə məhdudlaşmamalıdır. Əsas məsələ bu artımların vətəndaşın real ehtiyaclarını nə dərəcədə qarşılaya bilməsidir. Son illər ərzaq, kommunal və səhiyyə xərclərinin sürətlə bahalaşması fonunda 9% civarında artım bir çox ailələr üçün yetərli olmaya bilər. Xüsusilə minimum pensiya və aşağı məbləğli müavinət alan təbəqə üçün daha diferensial və hədəfli artım mexanizmlərinə ehtiyac var məncə. Sosial siyasət yalnız büdcə imkanlarına deyil, eyni zamanda əhalinin real yaşayış səbətinə əsaslanmalıdır. Bu yanaşma tətbiq olunarsa, sosial ödənişlər formal deyil, həqiqətən qoruyucu və dəstəkləyici rol oynaya bilər. Mənim fikrimcə, pensiyalar üzrə planlaşdırılan artımları köhnə rəqəmlərlə müqayisə etdikdə müəyyən irəliləyiş görünsə də, bu artım hələ də kifayət qədər güclü deyil. Məsələn, əvvəl orta aylıq əmək pensiyası təxminən 540 manat ətrafında idisə, 9,2 artımdan sonra onun 585-590 manata yüksəlməsi nəzərdə tutulur. Nominal olaraq bu 45-50 manatlıq artım deməkdir. Lakin son illərdə qiymətlərin artımını nəzərə alsaq, bu fərq pensiyaçıların həyat səviyyəsində ciddi dönüş yaratmır. 50-lik pensiyalarına gəldikdə isə, burada da oxşar vəziyyət müşahidə olunur. Əvvəllər məsələn 50-lik dərəcəsindən asılı olaraq 300-400 manat aralığında olan pensiyalar artımdan sonra təxminən 330-440 manat səviyyəsinə çata bilər. Bu artım müsbət addım olsa da, xüsusilə sağlamlıq xərcləri yüksək olan əlillər üçün real ehtiyacları tam qarşılamır.